Xanışov Babil Qırzəloğlu. Xanışov şəhid Əkrəmin atasıyam. Bugün yığışmışıq ki, Xanışov Əkrəmin küçənin açılışına görə Cənab Prezidentə, Mehriban xanıma, Cəlilabadın icra hakiminə, Rafiq Cəlilova təşəkkür edirəm. Göytəbənin icra nümayəndəsi Elnur Əmirova təşəkkür edirəm ki, küçənin açılışına görə yığışmışıq. Allah bu şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin. Şəhidlərinə ruhu şad olsun. Mən Xanışova Xoşqədəm, şəhid Xanışov Əlikiramın anasıyam. Allah prezidentimizdən razı olsun ki, bütün şəhidləri diqqət və qayğısında saxlayır. Əlikiram da 3 medalla tərtib olunub, Suqovuşan uğrunda cəsur döyüşçü. Vətən uğrunda medalı ilə tərtib olunub. Belə bir evlad böyütdüyüm üçün Allah'ıma təşəkkür edirəm ki, bu cür bir evladım, bu cür igidin anası mənəm. Hamının arzusu var evladı haqqında. Məncə də bura qədər imiş, bu cür oldu. Yenə Allah'ıma şükür edirəm ki, başımı uca eləyəcək bir evlad böyütmüşəm. Allah prezidentimizdən, başçımız Rafiq Cəlilovdan, o cümlədən bizim Göytəpənin kənd soveti Elnur müəllimdən razı olsun. Hər kəs əlli, necə deyim, hər kəs qüvvəsi nəyə çatırsa o cür kömək eləyir, o cür diqqət yetirirlər. Elnur müəllim də sağ olsun, yəni mənim bir ana olaraq arzularımı nəzərə aldı, bu cür qeyd edilməsin məsləhət bildi. Bugünkü təşkili, yəni bu məclisin təşkilində əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm, başda Elnur müəllim olmaq üzrə. Orxan qardaşımdır, Ağasəf qardaşımdır, yəni bunlar həmişə bizim məclisi yola veriblər. Hər kəsə təşəkkürümü bildirirəm. Allah bütün şəhidlərimizi İmam Hüseyndən ayrı salmasın, qalanlara can sağlığı versin, hərbiçilərimizə, əskər oğullarımıza, vətəni qoruyan hər kəsə Allahdan can sağlığı, sağlıq diləyirəm. Hamımızdan Allah razı olsun ki, yəni artıq 5-ci ilə keçdi, məni tək qoymusunuz, həmişə də hər məclisimdə iştirak edirsiniz. Amma qaldı ki, gələn qonaqlarıma ayrı təşəkkür edirəm, canım Göytəpə əhalisinə ayrı təşəkkür edirəm. Çünki Göytəpə əhalisi mən Əlikiramı axtarandan mənim yanımda olub, bu gününə qədər. Bir daha təşəkkür edirəm, çox sağ olun. Xoş gördük. Bugünkü tədbirinə yəni ki, hər kəs bilir niyə yığışmışıq. Günləri qəhrəman şəhidimiz Əlikiram Xanışovun adına verilən küçənin açılışını yığışmışıq. Tədbirə başlamamışdan ilk öncə istəyərdim ki, dövlət himni səslənsin.
isə cəm şəhərlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edirəm. Allah rəhmət eləsin. 2020-ci il hadisələrindən sonra bilirsiniz ki, biz dövlət olaraq, millət olaraq zəfər çaldıq və işğalda edilmiş torpaqlarımızı işğaldan azad elədik. Və cənab prezidentin xüsusi göstərişi ilə hər zaman şəhid ailələri, müharibəliləri, müharibə iştirakçıları dövlətin xüsusi qarşısındadır və bunun barizi olaraq bu günləri hansı küçənin altına yığışmışıq, rayon icra hakimiyyətinin başçısı cənab Rafiq Cəlilov tərəfindən Göytəpə şəhərində şəhid Əlikram Xanışovun adına küçə verilmişdir və bu küçənin altı üçün bura yığışmışıq və şəhid ailələrinə göstərilən bu diqqət və qayğıya görə həm cənab prezidentə, həm də onun belə deyim, tapşırıqları onun tapşırıqlarını yerinə yetirən cənab başımıza dərin təşəkkürümüzü bildiririk. Şəhid ailəsinə bir daha Allahdan səbir diləyirəm. Əlikram Xanışov bizim qəhrəman şəhidimizdir və onlar həmişə bizim qəlbimizdə daim yaşayacaqdır. Çox sağ olun. Mən də tədbir iştirakçıları salamlayıram. Şəhidimiz Əlikram Xanışovun küçəyə adı verilməsi ilə tədbir iştirakçılarını hamısı salamlayıram. İndi söz verirəm şəhidin anasına. Herkese salamlayıram, herkese təşəkkürümü bildirirəm. Bugün burada iştirak edən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Sənət başçıya, Cənab Ali Başkomandan Prezident İlham Əliyev cənablarına, bizim Göytəpənin Kənd Sovet sədri Elnur müəllimə, direktorumuz Elnur müəllimə, o cümlədən iştirak edən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Artıq 5 ildir ki, biz bu belə məclisləri yola veririk. Məni Göytəpə əhalisi tək qoymadığına görə, hər məclisdə yanımda olduğuna görə, Bakıdan gələn qonaqlarıma da, Göytəpə əhalisinə də hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. İndi söz verilir çıxış üçün Lənkəran Aslı Regional Nəzarət İdarəsinin nümayəndəsi Fuad Əzizoğlu. Hörmətli şəhid valideynləri, hörmətli tədbir iştirakçıları, sir deyil ki, şəhidlərimiz nə qədər ürək ağrımız olsa da bir o qədər qürur mənbəyimizdir. Şəhidi olmayan xalq vətənini sevə bilməz. Mən Ulu Öndərin möhrünü vurmuş ifadələrindən birini nəzərinizə çatdırmaq istəyirəm ki, Ulu Öndərimiz qeyd etmişdir ki, dünya əbədi deyil. Hər kəs dünyadan köçüb gedəcək. Yaşayanda mənəviyyat üçün yaşamalısan, iz qoymalısan. Və bizim şəhidlərimiz mənəviyyat üçün yaşadılar, iz qoydular. Allah onlara rəhmət eləsin və cənab prezidentin də siyasəti şəhid ailələrini öz qayğısı ilə əhatə edir. Mən Əlikram Xanışov doğan timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə səbir versin Allah. Təşəkkür edirəm. İndi çıxış üçün sözü verirəm Mir Tofiq ağaya. Bismillahirrahmanirrahim. Mən şəhidlər haqqında danışmaq çox çətindir. Ona görə onların qiymətini Allah özü verib. Ancaq mən bir dənə söz deyə bilərəm ki, bütün Azərbaycan xalqı şəhidlərimizə borcludur. Ona görə onlar Allahın istədiyi bəndələrdir. Cənnətin ilk qapılarından biri Peyğəmbərlər üçün açılacaq, ikinci qapı isə şəhidlərindir. Göytəpə zinətlənir, sayılır şəhidlərimiz adı ilə. Mən sevinirəm ki, bizim hörmətli prezidentimiz İlham Əliyev şəhidlərə böyük yer verir, qiymət verir, onların adlarını əbədi yaşadır. Bax, bu bizim gələcək nəsil üçün bir qəbaladır, bir tarix və bir kitabdır. Bax,
Buna biraz diqqətlə yanaşmaq lazımdır. Ona görə də deyirlər, şəhidlər unudulmaz. Və şəhidlərin qiymətini Allah verir. Biz kimik ki? Ancaq bizim bir dənə gücümüz ona çatır ki, Allah şəhidlərin xatirinə görə bizləri bağışlar. Əfv verir. Onlar belə bir iş görür, belə bir söz tutar, söz yox. Ona görə mən bütün şəhidlərimizə Allahdan rəhmət deyirəm. Və istəyirəm bir dua deyəm ki, bu bugünkü gündə bu vacib olan bir işdir. Yəni mütləq qayıdışımız Allaha tərəfdir. Allah şəhidlərin xatirinə bizim günahlarımızı bağışlasın və bu küçəni Allah mübarək eləsin. Və bu küçədə xeyirlər olsun, şadlıqlar olsun və cəmiyyətimiz açılan sabahları, xoş günlər açılsın. Bax, bu baxımdan nə gözəlliklər var elimizə, obamıza, Azərbaycanımıza arzu edirəm. Və bütün bura gələn insanlar ki, bu günləri məhəbbət edib, zəhmət çəkiblər, bu ailəni yada salıblar, bunların yanında olurlar. Mən sizə minnətdarım. Bir ağa olaraq mən sizə minnətdarım. Sağ olun, var olun deyirəm. Amma birinci olaraq hörmətli Prezidentimiz İlham Əliyevə, ondan sonra bizim Cəlilabad rayonunun icra nümayəndələrinə, icra hakimiyyətinin işçilərinə və bütün heyətə, ümumiyyətlə dövlət içində çalışan bütün işçilərimizə minnətdarımı bildirirəm. Sağ olun, var olun ki, bax belə bir gündə, belə bir anda bu ailənin yanındasın. Allah üzrə ağ eləsin, Allah xeyirci versin, əqlə gələn, gəlməyən bəlalardan amanda olasın. Allah elimizi uzatsın və əsirlikdə olan torpaqlarımız tez bir zamanda əsirdən azad olsun. Xəstələrimizə Allah şəfa versin. Ümumiyyətlə, hər bir kişinin tabağına Allah öz bərəkətini nazil eyləsin və Allah özünə möhtac eləsin. Mən bunu istəyirəm. Və istəyirəm bir dua deyəm, inşallah. Bismillahirrahmanirrahim. Allahümme ekfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat cemi'en şühedai bi kerbi bela ruhi şad cemi'en şühedai Azerbaycan ruhi şad ve hazel merhumil mehbub şehid el-kiram Hanışov ruhi şad ve bi hürmet suresi mübareketin Fatiha. İndi söz verirəm Bakıdan gələn qonaqlarımıza. Buyursunlar. Salam əziz tədbir iştirakçıları. Bugün doğrudan da məndən əvvəl rayon icra hakimiyyətinin nümayəndələri və bizim ağsaqqalımız geniş ətraflı çıxış elədilər. Yəni onların çıxışına əlavə bir söz demək mənə elə gəlir ki, ehtiyac yoxdur. Biz də milli qəhrəman Mübariz İbrahimovun adını yaşadan bir cəmiyyət olaraq daim öz gücümüz çərçivəsində şəhid ailələrinin yanındayıq. Nə mənada? Onların bax belə tədbirlərdə gördükləri işləri qiymətləndiririk. Mübarizlər Cəmiyyəti kanalında işıqlandırırıq və bu da bizim tərəfimizdən dövlətimizə bir dəstəkdir. Əlbəttə dövlətimiz şəhidlərlə bağlı mən həmişə deyirəm. Biz keçən səfərdə biz bu ailədə tədbirdə olanda orada da qeyd elədim. Sabirabad kəndindən şəhid anası dedi ki, Əskərə Musanın anası dedi dövlətimiz onsuz da qayğı eləyir. Amma bizim bu günləri sıravi insanlara ehtiyacımız daha çoxdur. Ona görə ağsaqqalımız dedi, ağamız. Bəli, biz şəhid ailələrinin yanında olmalıyıq. Bu günlər bizim qrup üzvlərimiz Oğuzda idi. Ayın 7-sində burada tədbir olacaqdı. Biz həmən günü yenə gələcəkdik bura. Milli qəhrəman Mübariz İbrahimovun Mövlud günü idi. Orada böyük bir tədbirdə iştirak elədik. Yəni Allah bizə bu günü qismət elədi. Onu da qismət elən əlbəttə Allahdır. Bəli, bu gün verilən bu küçə, açılan bu bulaq gələcək nəsil üçün bir nümunədir. Mən şəhid ailəsinin əvvəl söhbət elədim. Dedim, Böyük Vətən müharibəsində mənim 3 əmim müharibədə rəhmətə gedib. Yəni, Azərbaycan dövləti olmayıb da, bizim köhnə SSR dövləti olub. Heç vaxtı atam uşaq olub, sağırçılıqla böyüyüb, heç bir dəfə də olsun bir qayğı olmayıb. Amma Azərbaycan dövlətinin ulu öndərin davamçısı İlham Əliyevin 30 ildən sonra bizim şəhidlərimizə verdiyi ki, qiymətli idi ki, televizorda bir neçə dəfə
qələbəni bizim şəhidlər qazanıb. Eşq olsun bizim şəhidlərimizə. Yaşasın Azərbaycan. Eşq olsun bizim prezidentimizə. Allah hamıza can sağlığı versin. Allah gələcək günlərinizi xeyirli və bərəkətli eləsin. Ağa bağışla sizin qarşınızda söz dediyimiz üçün. Burada deyilənlərə mən də qoşuluram. Allah bütün şəhidlərə rəhmət eləsin, valideynlərinə səbir versin. Bu küçəyə Əl-Kiramın adının verilməsi, Azərbaycan nə qədər durur bu küçədə, uşaqlar, böyüklər, yəni dünya durduqca, belə deyək də, Azərbaycan yaşadıqca bu küçədə bu Əl-Kiramın adı yaşayacaq. Tarixlərdə yəni yaşayır, deyək ki, bu cür deyək ki, tarixə düşdü bu uşaqların adı, şəhidlərin adı. Allah yeni rəhmət eləsin, Allah səbir versin valideynlərinə. Allah onun dünyaların versin şəhidlərimizin ki, qazilərimizə şəfa versin. Bu əmin-amanlığı bizə yaşatdı. İndi çıxışın söz veririm. Bir sayılı tam orta məktəbin şagirdlərinə. Vətəndir, fərqi yox, kənddir, şəhərdir. Qarabağ çırpınır hicran əlində. Vətənin bir yanı mavi Xəzərdir. Vətənin bir yanı düşmən əlində. O Şuşa, Ağdərə, Ağdam, Zəngilan, Xocavənd, Xankəndi, Xocalı vardı. O səni gözləyir, vətəndaş oyan. Soruşdun nə dərdi, nə hal vardı? Oturub düşünsən biraz dərindən, vətən Azərbaycanda hər yan, hər yerdir. Bu qədər dəyərsiz idisə vətən, mübariz nə üçün canını verdi? Ey çərxi fələk, hökmünə qurban gedirəm mən. Əqlim aparıb lənəti şeytan, gedirəm mən. Ta son nəfəsimdir, axı bir gün öləcəkdim. Çün gəlmiş idim dünyaya mehman, gedirəm mən. Bir namə yazıb mən quşa verdim, yara çatsın. Ki ağlamasın sevgili canan, gedirəm mən. Yazdım vətənim üçün nə qədər şeiri qəzəllər. Dünyada adım qalar qəzəlxan, gedirəm mən. Bir cünnü bəşər qəbrimi yad etməyəcəksə, bağrım yarlar bil ki həmin an, gedirəm mən. Əkrəm, bunu bil kimsə səni yad etməsə də, yad eyləyəcək Azərbaycan, gedirəm mən. Vətən doydu qanın ilə, torpağı doyduran şəhid. Elə cavan şəhid oldun, ürəyi oyduran şəhid. Arzulara baxmadın sən, həyat yolu axmadın sən, bəyliyini taxmadın sən. Bayrağı qaldıran şəhid, tarixə həcc oldu adın, var idi bircə muradın. Muradına yetdi qanın, torpağı doyduran şəhid. Gözü yaşlı qaldı anan, halına olmadı yanan. Bütün ömrü oldu talan, torpağı doyduran şəhid. Bayrağı qaldıran şəhid, bağrını yandıran şəhid. Açılışı ilə dəvət eləməklə tədbirimizi bağlı elan edirik. Buyurun.
Hər kəsə həm şəhid ailəsi adından, həm öz adından dərin təşəkkürümü bildirirəm bu tədbir iştirakçılara görə. Çox sağ olun, var olun. Bununla da tədbirimiz sona çatdı. Təşəkkürlər, çox sağ olun. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Hayf vardı bir cezanın, min olaydı vereydim hey. Yağı gelen serhedlere candan divar höreydim hey. Parça parça olaydım ben, yurdu bütöv göreydim hey. Zövq alardım her acıdan, ağrımazdı birce yaram. Vətən üçün yaşayıram, vətən üçün yaşayıram. Senden o adam